kızının en alametler günlerinden biridir. Dahi Cəhfər Cabbarlı'nın öz ana yurdunda heykeli ucalır. Heydər Əliyev cənablarından, onun adından sizi səmimi qəlbdən salamlayıram. Onun ən gözəl arzularını bütün kızı cemaatine bildirirəm ve onun adından deyirəm ki, mübarek olsun, hayırlı olsun. Böyle insanlar 100, 200 de bir çıkar ve kolay da çıkmıyor. Onun için onun kıymetini bilelim, onu yaşatalım ve onu hiçbir zaman unutulmasına fırsat vermeyelim. Ben Calal müəllimə baş əyirəm, bizim böyük sənətkarımıza. Ona göre ki, bu çok vacip bir meseleydi. Kim bu heykel eləyəcək? Ve böyle bir güzel yerde ne cür heykel duracak? Gözünüz aydın olsun. Əziz qızıllar, hörmətli dostlar, qonaqlar. Hamınıza göz aydınlığı veririm. Bugün çok böyük bir gündür, əlamətlər bir gündür. Doğrudan da bugün böyük bir bayramdır. Ben bu bayramda ilk növbədə Gülara xanımın əlini öpüb onu bağrıma basmaq istiyorum. Gözünüz aydın olsun Gülara. Nihayet Böyük Cabbarlı uzun illerin həsrətinə son koyup bir əsrdən sonra öz ata baba ocağına qayıtdı. O buradan Bakıya gidəndə bir körpə uşaq idi. Hələ onu heç kəs tanımırdı. Buraya dönəndə başında dahilik çələngi, klasik heykeltaraşımız Celal Qarayazı'nın seyirli əlləriyle heykəlləşib qayıtdı. Çaldı qaval, uzaq kənddə ellər oynadı. Ürəyimdə kaman kimi tellər oynadı. Təbrik edirəm. Onda şekiller var. Yarımcana yandı.
Orijinal oldu. Ercan Bey gelin. Amirim. Biraz kapıda. Gözleyin. He. Gelmeylerimizin O boyda dahi burada əmələ gəlir. Çok büyük iş gördü. Çok böyle. Ne aldı başta. büyük. O siz o Adam böyle şey, şekilleri döktü. Ne de olay gördü aldan eter aldı. Oldu aval bir şey. Bu yanki evde var o şeyleri. Taxça. Əsli ev, əsli ev. He. Gör o boyda dahi harda əmələ dünyaya gəlir. Dahilər belə yerdə əmələ gəlir. İndi də çox şad oldum ki, olmasa belə bir yadigar qoydum. Hakkı tamam olmaz. Bu işdən. Bu daraqdı, biri daraqdı, biri cəhərə. Deməli yunu burada belə. He, belə daraqdı. Yox, bunu soruştum. Bu yəqin ona aid. Nəsə. Bu yünü sarmak için üstüne. Ha, işte. Düz, dolaq Düz. düz. Niye öyle? Çok məşhur vaxtıyla piyes olmuş. Həmin ev, ha? İndi içində olduğumuz ev. Hamısı gəlib. Aynes, sən hardansan dostum? Bu bizimki. Sən buradan. Aynes gəlib. Şiş uçlu şiş dayağı, ha? Ha, göyəzən dağı.
Bugün kızının en alametler günlerinden biridir. Dahi Cəfər Cabbarlının öz ana yurdunda heykeli ucalır. Ona göre mən sizin hamınıza hoş geldin deyirəm ve sizin icazənizdən Elçin müəllimdən Elcan bəyi lenti kesmeye davet edirəm. Üstten kes. Ha. Bırak. Bir daha tebrik edirəm. Sizə ən gözəl arzularımı bildirirəm. Tebrik edirəm. Yadıma gelirdi, deyirdi yolun altında olsun. Saat 5'ten sonra gün çıxanda ne kadar elirse heykele bakabilirsin. Dedim ona göre o vaxt deyirdi yolun altında olsun. Yolun altında. Ailesi geldi. Ha geldi. Orada yazmasına yeterli onları. Bunu tanıyın. Erdal'da yazıyor. Neden? Halkı için bayramdır. Siz bilirsiniz ki bizim dahi şairimiz Cəfər Cabbarlının 100 illiğine alakadar bizim hürmetli prezident sərəncam imzalamıştı. Bununla alakadar olarak biz her işten evvel, her şeyden qabaq bizim hürmetli prezidente minnettarıq. Ona göre ki bu şəraiti, bu heykeli yaratılmasında birinci növbədə onun köməkliyi olub, onun tapşırıqları ve nəzarəti olub. Buna göre de bir daha bütün Hızırlar adından, bütün Cəfər severler adından bizim hürmetli prezidente minnettarlık bildirirəm. Bu heykelin yaratılmasında Azərbaycan xalqının xeyirxah adamlarının çox əksərinin böyük köməkliyi olub. Əsasən bu sərəncamda göstərilən 100 illik yubileyin deməli komissiyanın sədri Elçin müəllim Efendiyevin bu sahədə böyük köməkliyi olub. O dəfələrlə heykelin hələ hazır olmadığı vaxtda gəlib baxıb və gündə tapşırıqlar verib. Bununla əlaqədar olaraq bizim ümumiyyətlə bu böyük bir arzu idi, bu böyük bir zəhmət idi. Biz bu zəhməti bizim hörmətli heykeltaraşımız Cəlal Qaryadının köməyi ilə bu heykel başa gəldi və Rəssamlar İttifaqının sədri Fərhad müəllim bu sahədə bizə yaxından kömək elədi. Həmən zavodun direktörü Baloğlan müəllim zərrə qədər pay olanlara hamına minnətdaram, hamına çox sağ olun deyirəm. Allah hamından razı olsun. İndi icazə verin, sözü
Deməli, komissiyanın sədri, Nazirlər Kabinetinin muavini Elçin Efendiyev yoldaşa verin. Buyurun. Əziz dostlar, hörmətli cənab Murad, xanımlar və bəylər, əziz və hörmətli Xızı cəmaatı. Artıq neçə 10 illiklərdir ki, Azərbaycanda, Azərbaycan xalqının arasında elə bir nəfər yoxdur ki, dağların qoynundakı bu gözəl, bu səfalı kəndi, indi isə artıq kiçik bir rayonun mərkəzi olan Xızını tanımasın, eşitməsin. Ona görə yox ki, Xızıda neft buruqları fontan vurub. Ona görə də yox ki, Xızıda hansısa qiymətli sərvətlər meydana çıxıb, maddi sərvətlər meydana çıxıb. Ona görə ki, bu dağların qoynundakı bu səfalı, bu pak, bu təmiz kənd, bu kəndin eyni dərəcədə təmiz cəmaatı, təmiz insanları 20-ci əsr Azərbaycan ədəbiyyatına iki böyük sənətkar bəxş ediblər. Cəfər Cabbarlı və Mikail Müşfiq. Çox qəribədir ki, onların sənətlərini böyük istedad birləşdirdiyi kimi, onların taleyində də oxşar və ağrılı məqamlar var. Bu mənada ki, ikisi də çox qısa bir ömür sürüb. Bilirsiniz, Müşfiq cəmi 29 il yaşayıb, Cəfər Cabbarlı isə cəmi 34 il yaşayıb. Ancaq bu illər kifayət edib ki, onlar bütün Azərbaycan xalqının ürəyinə yol tapsın. Bu az illər, qısa illər kifayət edib ki, onlar doğulub boya-başa yetdikləri bu Xızı kəndini bütün Azərbaycanda məşhur etsinlər, bütün Azərbaycanda hörmətə mindirsinlər. Bu günləri bizim hamımızın bayramıdır. Bu günləri bizim hörmətli Vəfadar müəllim dediyi kimi, burada Cəfər Cabbarlının ev muzeyinin yenidən açılışının şahidi olduq biz, bərpadan sonraki açılışının şahidi olduq və bu günləri biz burada Cəfər Cabbarlının heykəlin açılışının şahidiyik. Həqiqətən bu heykəl böyük bir sənət əsəridir. Bu heykəl gördüyünüz kimi Cəfər Cabbarlının adına, Cəfər Cabbarlının sənətinə, Cəfər Cabbarlıya bəslənən eşqə, məhəbbətə layiq bir heykəldir. Mən bugün, bu bayram günündə sizin hamınızı Azərbaycan Respublikasının prezidenti Cəfər Cabbarlı yaradıcılığının çox böyük bir, hətta bu sözü demək istəyirəm, azarkeşi, Cəfər Cabbarlının sənətini sevən, Cəfər Cabbarlını sevən Heydər Əliyevdən, Heydər Əliyev cənablarından, onun adından sizi səmimi qəlbdən salamlayıram. Onun ən gözəl arzularını bütün Xızı cəmaatına bildirirəm və onun adından deyirəm ki, mübarək olsun, xeyirli olsun. Bu heykəl də, bu heykəli yaradanlar da və Xızı cəmaatı da. Əziz dostlar, mənim üçün bu günləri olduqca xoşdur bir də ona görə ki, artıq neçə aylardır ki, mən bura gəlib gedirəm. Sonuncu dəfə təxminən 2 ay bundan əvvəl hörmətli Ercan Muradla bir yerdə biz buraya gəldik. Bu yerə bir daha baxdıq. O ev muzeyini bir daha ziyarət etdik. Və onda bütün bunların proyektinin son deməli, proyekt olaraq son nöqtələri qoyuldu. Və bu günləri mən dediyim kimi çox şadam ki, bu bizim fikirləşdiyimiz bu proyekt sona yetdi. Bu proyekt başa çatdı. Vəfadar müəllim dedi, bu heykəli Cəfər Cabbarlını sevən insanlar qoymuşdur. Bu heykəllə bağlı, bu heykəlin qoyuluşu ilə bağlı xüsusi hesab açılmış. Xızı cəmaatı, Cəfər Cabbarlını sevən insanlar bura bu heykəlin qoyulması üçün vəsait keçirmiş və nəhayətdə Birləşmiş Millətlər Təşkilatının daimi Azərbaycandakı daimi nümayəndəsi bizim hörmətli dostumuz Ercan Murad bəylə biz bu məsələni dəfələrlə müzakirə etdik
götür-qoy etdik və məhz Ercan bəyin sayəsində həmin Birləşmiş Millətlər Təşkilatının inkişaf proqramı burada öz köməkliyini əsirgəmədi. Ben size deyə bilərəm, 12.000 dollardan artıq vəsait keçirildi. Bu heykəlin üzərindəki işin başa çatmasından ötürü 4.000 dollardan artıq vəsait keçirildi ev muzeyin bərpası üçün və gördüyünüz kimi bu günləri biz bu işlərin hamısının son və xoş nəticələrini yaşayırıq və bu nəticələrin şahidiyik. Mən Cəfər Cabbarlı haqqında olduqca çox söz deyə bilərəm. Mən Cəfər Cabbarlı haqqında çox yazmışam və Allah qismət eləsə bundan sonra da yazacağam. Və mənim o yazılarım və bundan sonra yazacaqlarım da hamısı Cəfər Cabbarlı sənətinə, Cəfər Cabbarlı şəxsiyyətinə, Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatında və ümumiyyətlə Azərbaycan mədəniyyətində, hətta mən deyərdim Azərbaycan ictimai fikrində tutduğu mövqeyə hörmətin və ehtiramın ifadəsidir. Ancaq bu günləri mən yalnız təşəkkürlərlə və təbriklərlə kifayətlənmək istəyirəm. Mən sizin qarşınızda Vəfadar müəllimə təşəkkürümü bildirirəm ki, çox enerjili bir icra başçısı kimi, sənəti sevən, Cabbarlı sənətinə böyük hörmət və ehtiram bəsləyən bir insan kimi bütün bu münasibətlə Azərbaycanda yaxşı mənada döymədiyi qapı qoymadı və axır ki, istəyinə, öz istəyinə, bizim istəyimizə, Xızı cəmaatının istəyinə və bütün Azərbaycan xalqının istəyinə nail oldu. Və eyni zamanda bu gözəl heykəli bu cür işləyən bizim böyük heykəltaraşımız Cəlal Qaryağdıya özlərinin təşəkkür və minnətdarlığımı bildirəm. Eyni zamanda onu ürəkdən təbrik edirəm. Ürəkdən təbrik edirəm böyük, parlaq yaradıcılıq qələbəsi münasibəti ilə. Və bu cür parlaq yaradıcılıq qələbələri mən bilirəm ki, həmişə oyunla birlikdə olacaq. Çünki bunlar hamısı onun böyük istedadının ifadəsidir. Mən sizin hamınızı bir daha ürəkdən təbrik edirəm. Bir daha mübarək olsun deyirəm. Bir daha qeyd eləmək istəyirəm ki, bu heykəl bu dağlara çox yaraşır. Bu heykəl bu kənddə, bu rayon mərkəzində hökm sürən saf hissiyatlara çox yaraşır, buradakı insanlara çox yaraşır və şübhəsiz ki, bütün bunların ifadəsi olan Cabbarlı sənətinə, Cabbarlı şəxsiyyətinə çox yaraşır. Sağ olun. İndi də sözü Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəsi Elcan Murada verirəm. Hürmetli Xızı ahalisi, hürmetli Elçin Malim, hürmetli Vəfadar Malim, ben her şeyden önce Xızı ahalisine ve sizlere çok teşekkürlerimi bildirmek istiyorum ki siz beni ve BMT'nin işleyen bir nice insanını buraya davet ettiniz. Bu bayramınızı bizimle paylaştınız. Çok sağ olun. Bu bayram için bana teşekkür ediliyor. Bu doğru değil. Ben burada bizim yaptığımız şey çok balaca bir şey. Bunu ben öyle fikirleşirim ki bu sizin bayramınız ve bu heykeli, bu ev müzesini siz yaptınız. Çünkü Cafer Cabbarlı sizden bir tanesi. Sizin bir insanınız ve bunu yaptınız. Bu heykelle, bu ev müzesiyle ona olan sevginizi gösteriyorsunuz ki bu çok doğal bir şey. Böyle insanlar 100, 200 de bir çıkar ve kolay da çıkmıyor. Onun için onun kıymetini bilelim, onu yaşatalım ve onu hiçbir zaman unutulmasına fırsat vermeyelim. Ben bu bayram gününüzde bir daha bizi buraya davet edip bayramımızı bizle paylaştığınız için hepinize çok teşekkür ediyorum. Benim ve burada olan ve olmayan yoldaşlarım adına ve aynı zamanda Xızı gibi güzel bir rayonu, güzel bir yeri gördüğümüz için hepimiz çok memnunuz. İnşallah bundan sonra da buraya sık sık geleceğiz. Bir daha hepinize bayramınız mübarek olsun diyorum.
hoşbetlik diliyorum ve uğurlar arzuluyorum. Sağ olun. Sağ ol. Bu heykelin yaradılmasında çok büyük zahmeti olan Respublikanın Rəssamlar İttifaqının sədri Fərhad Xallov söz verirəm. Hörmətli Xızıllar, əziz dostlar, bugün əsli mənada Azərbaycanda, Azərbaycanın gözəl bir güşəsində sənət bayramı və hər bir insanı görəndə görürsən ki, bu doğrudan da səmimi böyük bir bayramdır. Və təbii olaraq belə gözəl bir güşədə bizim dahi dramaturgumuz Cəfər Cabbarlının abidəsinin açılmasına biz yığışmışıq. Və burada deyilən kimi bu abidənin müəllifi də Azərbaycanın böyük sənətkarı Cəlal Qaryağdıdır. Və biz ayrı cürə özümüzü hiss eləyə bilmərik. Biz hamımız özümüzü xoşbaxt hiss eləyirik. Bu sənətə böyük bir qiymətdir. Və əlbəttə bunun səbəbkarları var. Bunları da biz qeyd eləməliyik. Azərbaycanın prezidenti Möhtərəm Heydər Əliyevin sərəncamı olmasaydı, bu əlbəttə ki, abidənin açılması mümkün olmazdı. Ondan sonra bizim hörmətli Elçin müəllim bu işdə can yandırmasaydı, bu heykəlin açılışı mümkün olmazdı. Mən bütün sənətkarlarımızın adından, ziyalılarımızın adından istəyirəm Ercan bəyə öz təşəkkürümüzü bildirəm ki, o da bu işdə yaxından, ürəkdən iş görüb və o da bunu eləməsəydi, heykəlin açılışı mümkün olmazdı. Mən Cəlal müəllimə baş əyirəm, bizim böyük sənətkarımıza. Ona görə ki, bu çox vacib bir məsələ idi. Kim bu heykəl eləyəcək? Və belə bir gözəl yerdə nə cür heykəl duracaq? Və Cəfər Cabbarlının adına nə heykəl olacaq? Ona görə mən bu sənətkar kimi qabağımızda baş əyirəm və sizə can sağlığı diləyirəm. Əlbəttə ki, Vəfadar müəllimlə biz dəfələrlə görüşmüşük, danışmışıq, bəzi çətinliklər olub, amma o da mən deyə bilərəm ki, bu işi öz üzərinə götürməsəydi, bu abidənin açılışı heç cürə mümkün olmazdı. Xızıllar bu işdə iştirak eləməsəydi, bu abidənin açılışı mümkün olmazdı. Bu da onu göstərir ki, Cəfər Cabbarlı nə qədər böyük və əziz bizim üçün şəxsiyyətdir. Tek bizim yox, o obyektiv olaraq bir dramaturg kimi, bir ziyalı kimi dünyanın ən yüksək səviyyəsində duran bir şəxsiyyətdir. Ona görə mən özümü çox xoşbaxt hiss edirəm. Və mən hamımızı bu abidənin açılışı ilə təbrik edirəm. Və əlbəttə bizim arzumuz odur ki, həmişə biz abidələrin açılışında həmişə şən, xoşbaxt olaq. Hamımızı təbrik edirəm. Onun ailəsinə can sağlığı arzulayıram. Hamıya təşəkkür edirəm. Bu heykelin yaradılmasında Mədəniyyət Naziri başta Polad müəllim olmaq şərti ilə çox böyük köməkliyi olub. Dəfələrlə bizim rayonda olub. Həmişə öz köməkliyini, hətta Cəfər Cabbarlı adına 27-ci ildə tikilmiş mədəniyyət evinin yaradılmasında Polad müəllimin çox böyük köməkliyi oldu. İndi bugün Polad müəllim yoxdur. O Türkiyədə ezamiyyətdədir. Mən onunla telefonla danışdım. O razılığımı bildirdim və eyni zamanda onun mavini Ədalət Vəliyev burada iştirak edir. Sözü Ədalət müəllimə verirəm. Əziz dostlar, 19-cu əsrin son ili Azərbaycan ədəbiyyatı və yəqin ki, Azərbaycan tarixi üçün əlamətdar hadisələrindən biri Cəfər Cabbarlının anadan olmasıydı. Və 20-ci əsrin sonunda da Azərbaycan ədəbiyyatı və Azərbaycan bütövlükdə tarixi üçün
mən belə hesab edirəm ki, ən əlamətdar hadisələrdən biri məhz bu gün burada yazıçının 100 il əvvəl göz açdığı mahalda, eldə, obada, bu gözəl məkanda onun həm ev muzeyinin açılışıdır, həm də onun bu gözəl abidəsinin açılışıdır. 100 illər ömür sürəcək, 1000 illər ömür sürəcək bu abidənin açılışıdır. İcazə verin, mən Mədəniyyət Nazirliyinin Polad müəllimin adından, Mədəniyyət Nazirliyinin rəhbərliyi adından birinci növbədə Cəlal müəllimə dərin təşəkkürümüzü bildirək bu gözəl abidəni yaratdığı üçün, onun üzərində işlədiyi üçün, Təşkilat Komitəsinə, rayon rəhbərliyinə, BMT-nin İnkişaf Fonduna, missiyasına və onun rəhbərinə dərin minnətdarlığımızı bildirək və eyni zamanda sizə əmin eləyək ki, Təşkilat Komitəsinin təyin edəcəyi vaxtda Bakı şəhərində Mədəniyyət Nazirliyi bütün imkanlardan istifadə edib Cəfər Cabbarlının ruhuna və adına layiq şəkildə çox yüksək səviyyəli final Cabbarlının 100 illik yubiley tədbirini keçirəcək. Bir daha hamınızı təbrik edirəm. Söz Respublikanın xalq artisti Əlabbas Qədirov verir. Gözünüz aydın olsun. Əziz qızıllar, hörmətli dostlar, qonaqlar. Hamınıza göz aydınlığı verirəm. Bugün çox böyük bir gündür, əlamətdar bir gündür. Doğrudan da bugün böyük bir bayramdır. Mən bu bayramda ilk növbədə Gülara xanımın əlini öpüb onu bağrıma basmaq istəyirəm. Gözünüz aydın olsun Gülara xanım. Yəqin ki, hamınız bilirsiniz, Gülara xanım Cəfər Cabbarlının qızıdır, yadigarıdır. Birinci göz aydınlığı ona düşür. Sağ olsun bu şəraiti bizim için yaradanlar. Bu heykəlin burada yaranmasında, hörmətli prezidentimizin sərəncamı əsasında, bizim baş nazirin müavini, hörmətli yazıçımız Elçin müəllim. Ulan zəhməti çoxdur burada. Bizim bayaq dedilər, Elcan bizim qardaşımız, bizim əzizimiz. Sonra Polad müəllim burada yoxdur, bayaq dedilər. Kim burada əziyyət çəkib, vəfadar müəllim, kim burada əziyyət çəkib? Allah olanın canını sağ eləsin. Onlar çox böyük zəhmət, çox böyük namuslu, qeyrətli zəhmət çəkiblər. Necə ki, Cəfər Cabbarlı indiyə qədər və bundan sonra da xalqın qəlbində qalacaq, ona heykəl qoyanlar da əlbəttə ki, bərabər bu xalqın yaddaşında onlarla bir yerdə qalacaq. Heç vaxt yaxşılıq itmir. Halal xoşu olsun, o eləyənlər də sağ olsunlar. Bu günləri gözəl bir abidə yaradıblar. Cəlal müəllim də sağ olsun. Allah onu var eləsin. Doğrudan da bizim böyük heykəl saraşımız. Cəfər Cabbarlı bilirsiniz ki, çox böyük bir dramaturqdur. O uzun illər bizim milli dram teatrımız üçün yazıb yaradıb. Nəinki milli dram teatrı, o Azərbaycan kinosunun yaranmasında da, ümumiyyətlə Azərbaycanın incə sənətində, mədəniyyətində bizim respublikamızda böyük nümayəndələrindən biri olub. Mən onun 2 əsərində oynamışam və sağlıq olsun, bəlkə də indi gələcəkdə, sizin bəlkə yadınızdadır, Sevil tamaşasında Bağaş, Oktay Eloğlu da, Oktay Eloğlu və indi Allah qoysa, sağlıq olsa, bizim yenə də həmin o sərəncamla əlaqəli olaraq, yəni prezidentin sərəncamı ilə, onun Ədirnə Fəthi əsəri hazırlanır. Bu saat Milli Dram Teatrında Elçin müəllim də bilir, yaxşı. Onların, necə deyərlər, sərəncamı ilədir bu, Polad müəllimin. Və biz çox böyük hazırlıq görürük. Yəqin ki, o Bakıda, Allah qoysa, mərkəzdə olan onun yubileyində, 100 illiyində Ədirnə Fəthi tamaşası bizim tamaşaçılarımıza göstəriləcəkdir. Və ilk dəfə olaraq, onun köhnə əsəridir bu, ilk dəfə olaraq. Mən də orada Ənvər Paşa rolunu oynayıram, sağlıq olsun. İnşallah, yəqin ki, bizim tamaşaçılarımıza o layiqli bir töhfə olacaq. Bəli, onu Gülara xanım düzdür, onu 17 yaşında yazıb Ədirnə Fəthi. Bizim tamaşaçılarımıza göstərəcəyik, Allah qoysa, 1-2 aydan sonra. Bir mən idim, bir sən idin, bir də yamaclar, meşə yolu,
yarpaq dolu yaşıl ağaclar. Ondaki ağ omuzlara töküldü saçlar. Əsti yarpaq, coşdu irmaq, tellər oynadı. Ürəyimdə kaman kimi tellər oynadı. Bir biz idik, bir düz idi, bir də al boya. Dağ başında uçan quşlar endilər çaya. Sən dedin ki, bütün dünya qoy dönsün toya. Çaldı qaval, uzaq kənddə ellər oynadı. Ürəyimdə kaman kimi tellər oynadı. Təbrik edirəm hamınızı. Sözü hörmətli şairimiz, millət vəkili, həm yerlimiz Cabir müəllimə verirəm. Halkımızın böyük yazısı, dostum Elçin. Türk kardeşimiz Ercan Murat. Hürmetli Vafadar müəllim. Aziz Kızıllar, hürmetli konuklar. Nihayet büyük cabbarlı uzun illerin həsrətinə son koyup bir əsirdən sonra öz ata baba ocağına qayıtdı. O buradan Bakıya gidəndə bir körpə uşaq idi. Hələ onu heç kəs tanımırdı. Buraya dönəndə başında dahilik çələngi, klasik heykeltaraşımız Celal Qalayazı'nın seyirli əlləriyle heykelləşib qayıtdı. Bu ölməz Cəfərlə qeyri-adi görüş, qeyri-adi gündür. Hər birimiz üçün bunun mənası əvəzsizdir. Bu görüşə nəinki biz sevinirik. Cəfər Cabbarlının bu torpaqda minlərlə soyu, kökü, qədim əcdadları sevinir. Tarixlər şahidi Xızı dağları, ruhuma, könlümə, doğma olan bu nihayətsiz bərmək samaları, bu sirli dərələr, enişlər, yoxuşlar, sözdən, şeirdən, sənətdən dövlətli, xasiyyətcə Cəfərin özü kimi gah sərt, gah mülayim, gah düşüncəli, gah ipə sapa yatmayan, gah qarlı, yağışlı, gah güllərdən, çiçəklərdən özünə gözəllik sərgisi açan bu təkrarsız Xızı təbiət sevinir. Cəfərli bayramınız mübarək, əziz dostlar. Cəfərli bayramı mübarək, mənim ata-baba ocağım. Gözünüz aydın ay Elobay cemaat. Gözün aydın olsun Cabbarlının əziz qızı Gülarə xanım və babalarının bayramına gələn onun nəvələri. Ruhunuz şad olsun. Cəfər kimi bir dahini millətimizə bəxş edən Şahbikə ana, Qafar ata, Cəfərin dünyalar qədər sevdiyi, fədakar, qeyrətli, son nəfəsinə qədər Cabbarlı adını uca tutan, gecəli, gündüzlü, müsəllah bir əskər kimi onun tükənməz ədəbi irsi keşiyində duran Cəfərin istəklisi sonası. Ruhun şad olsun, bu heykelin əsretiyle dünyadan köçən Cəfərin aydıncıyı. Ruhun şad olsun, bəxtin, taleyin kimi viran olmuş doğma Səyadlar kəndinə, Cəfərin qolşuluğuna köçüb gələn, məskunlaşan, nakəm şairimiz Mikail Müşfiq, Əziz Müşfiq. Cəfər dünyadan köçərkən, otdan, ateşten, miskilden doğulmuş bir şehir ötmüştün. O zaman hiç hayaline gelmezdi ki 2 yıldan sonra senin kimi geleceği dahi bir şair olacak bir adamı halk düşmanı deyip qətlə yetirdiler. Senin hayatta neyinki evladın, seve seve fesfettiğin Səyadlar kəndin hiç mezarın bile kalmadı. Cabbarlı vəfat ederken o at, onun mezarı başında haygıra haygıra okuduğun şehrin bazı misralarını bu müqəddəs abidə önünde ziyarete gelen insanlar arasında
hem de bu sıra kızının sıra dağları karşısında seslendirmek istedim. Öldü haber verin aşnaya, dosta. Ruhlar mühendisi o büyük ustad. Öldü ağlamayan gözler ağlasın. Kalemler ağlasın, sözler ağlasın. O ki söz atından terpendi düştü. Sanki şehrimizin şah bendi düştü. Fakat ölen değil onun seneti, bağlamış özüne ebediyeti. Hürmetli dostlar, bugün hızının en yüksek noktasındayız. Burada dağ ucalığı var. Hiç de dağlardan eksik olmayan, belki de daha hündür olan Cabbarlı zirvesi durur. Ben bu iki uca noktadan klasik ve masir edebiyatımızın, kadim medeniyetimizin hakiki keşi, ne iki görkemli sanatçılarımızın, hatta en sınavlarının da qeydine kalan Cabbarlı'ya gelince ise onu hususi bir məhəbbətle seven, yüksek kıymetlendiren muhterem prezidentimiz Heydər Əliyev'e hamımızın minnettarlı duygularını çatdırmaq istəyirəm. Xalqımızın əvəzsiz oğlu, dünya şöhrətli lider Əziz Heydər Əliyev, siz Azərbaycana başçılıq ettiğiniz bu 30 il ərzində Cəfər Cabbarlı sənətinin təbliğatçısı, onun nəinki Azərbaycanda, onun hüdudlarından da çok uzaklarda tanınması için çok büyük işler görmüşsünüz. Sizin birbaşa başçılığınız ve yakından köməyiniz nəticəsində Cabbarlı'nın 70 illik, 80 illik jubileyləri təkcə Respublikamızda değil, o zamanki Sovet mekanının birçok yerlerinde yüksek seviyede kaydedildi, müzeye yaratıldı, Varsal qabağı geniş meydanda sal granitten tökülmüş, bütün şərq aleminde belki tayı beraberi olmayan heykeli uzaldı. Bir tarihi məqamı da xüsusilə qeyd etmək istərdim. Cabbarlı'nın 90 illik jubileyiydi. O vaxtlar siz vəzifədə yox idiniz. Əliniz heç yerə çatmırdı. Hətta Qarbaçov kimi bir iblisin fitnəsiyle siz Naxçıvanda ev dustağı olmuştunuz. Bütün qadağalara baxmayaraq siz Naxçıvandan məxsusi olaraq Cabbarlı'nın opera teatrında keçirilən təntənəli yubiley gecəsinə gəldiniz. Hərçənd gecədə elə bir təntənə o kadar hiss olunmurdu. Zada iştirak ettiniz. Cafer sevenlerle bir sırada əyləşdiniz. Ve hiç şüphesiz ki o yubiley gecesinin değerini, manasını xeyli yükseklere kaldırdınız. Bütün bunlar için size minnettarlık hissimizi bildiririk. Halkımızın büyük ziyalı oğlu, əvəzsiz başçısı, muhterem Heydər Əliyev. Aziz dostlar, ben ilk gənclik illərimdə bu da həmin vaxtda Heydər Əliyevin deməli opera teatrında çəkdirdiyi şəkil 90 illiyində bəli. Baxaq bizdə. Aziz dostlar, mən ilk gənclik illərimdə Cəfər Cabbarlı haqqında bir yazı yazmışam. İlk qələm təcrübələrim nə olub, onun bir parçasını size okumaq istəyirəm. Varaqladım səni yenə, fikrə getdim dönə dönə. Dedim sənə heç bir zaman ölüm yaxın gələ bilməz. Dedim heç vaxt belə insan ölə bilməz, ölə bilməz. Cəfər hara, ölüm hara, göy də bilir, yer də bilir, ölüm yoxdur sənə çara. Varaqladım səni yenə çıxdım evdən gecə-gecə, addımladım, bir də gördüm çatdım sizə. Qapınızda duran kimi harayladım Cəfərəmi, səslər gəldi qulağıma, sonra çıxdı qabağıma. Deyirlər ki, onu Cəfər şirin dillərlə dindirərmiş axşam səhər. Ay sonrası bir də hələ istidirmi çayın sənin? Ay sonrası acımışam, hazırdır mı payın sənin? Sonra ona deyərmiş, laf yorursan özünü sən. Vallahi Cəfər gecələrdə yummuşsan gözünü sən. Görürəm ki, yazırsan, yəqin təzə şey yazırsan. Dincini al Cəfər biraz. Vallahi Cəfər belə olmaz. Ay başına mən dolanım, qaça qaçdı. Nədir canım? Yaxşı dedin ay sonrası. Laf bu sözün məni açdı. Gecələ Qarabağda qırğın idi, qaça qaçdı. Gözün aydın mən bu axşam təzə əsər başlamışam. Gəl qınama sən Cəfəri, qoy qurtarma əsəri. Sən nə desən edəcəyəm, kurorta da gedəcəyəm. Sonra bu cür aylarını ötürərmiş, Cəfər yeni əsərini bitirərmiş. Başlayarmış öz əhdini pozmağı o, başlayarmış təzəsini yazmağı o. Yenə həmin kiçik masa, kağız, qələm, yenə sevinç, yenə qüssə, yenə ələm. Sözü
milletvekili Sirus Təbrizliyə verildi. Əziz qızıllar, hörmətli qonaqlar. Doğrudan da hamımız çox əlamətdar bir hadisənin şahidiyik və şübhəsizdir, sevinirik, qürrələnirik. Bayaqları Cabir mənim demişkən, Cəfər Cabbarlının Bakı şəhərində çox gür bir yerdə qranit heykəli uzalır. Bizim böyük sənətkarımız Bir Qasımov əsəri və bir böyük Atatürk'dən çox iktibaslar sözlər gətirdi və dedi ki, biz hamımız ona görə buradayıq. Biz hamımız bu günləri Cəfərə görə buradayıq. Amma sağ olsun bu işi reallaşdıranlar, sağ olsun millət atamız Heydər Əliyev, sağ olsun bu işi bir adsızdır. İndi bəzən deyirlər ora ad yazmaq lazımdır, yoxsa yox. Moskvada Pushkin heykəlində bir söz yazılır. Pushkin anası da yox. Çünki bütün dünya bilir ki bir Pushkin var. Və mənə gəlir ki, məhz belə tədbirlərlə biz nə işin Cəfər Cabbarlı? Bütün Azərbaycanın ləyaqətli oğullarını Nizami'den, Füzul'dan tutmuş Hacı Zeynalabdin Tağıyev'e kadar, Ziya Bünyadov'a kadar öyle yaşatmalıyıq ki, daha bunların heykelinin üstünde ada ihtiyaç olmasın. Elə bakan bilsin ki, bəli bu Cəfər Cabbarlıdır, bəli bu Hacı Zeynalabdin Tağıyev'dir. Ona elə də bir günləri, bax bu iş görülür ki, əbədi Cəfər Cabbarlı Azərbaycanda onun ruhu əbədləşməsi üçün böyük bir işdir və bu da bunun 100 illiyi ilə deməli bir günə düşür. Mən sizin hamınızı təbrik edirəm, belə bir təntənədə iştirak etdiyimə görə özümü xoşbəxt sayıram. Sağ olun. Sözü Tiyatrlar Xadimi, Xadimlər İttifaqının katibi Ala Qasımova verir. Son 65 ildə burada gözəl çıxış edənlər bunu qeyd elədilər. Son 65 ildə Hükümetin başçısıdır. Dedim İlkin müəllimə, bu adamlar ürəklə işləyiblər. Bunu hamımız bilirdik. Mətbuatdan da bilirdik. Bakıda söz gedir də kim ha vaxt gəlir, nə eləyir, nə eləmir. Mən şadam ki, bu günləri qar yağdı sənətinə baxdıq. Mən qar yağdı ilə bir məhəllədə yaşamışıq. Tolstoy küçəsi ilə Palıqin küçəsində. Yadımdadır. Və mən öz çıxışımı bir hadisə haqqında demək istəyirəm. Cəfər sənəti o qədər yüksəkdir ki, 58-ci ildə, demək, dekadada hazırlıq gedirdi, Moskvada dekada olmalıydı və Sevil operası yazıldı, Fikrət Əmirov yazdı və bu opera teatrında bu Sevil operasının məşqləri gedirdi, sonra da baxış oldu. Yadımdadır mənim, mən onda opera teatrında işləyirdim. Dahi Səməd Vurğun eləşmişdi, haradasa qabaqda 3-cü sıraydı, 2-ci sıraydı. Gündüzün səhnəyə çıxmağı, Sevillə görüşməyi o qədər təsir eləmişdi ki, bu Cəfər Cabbarlı dramaturgiyası idi, onun qüvvəsi idi. Səməd Vurğun yaylığını çıxardıb hönkür-hönkür ağlayırdı. O tər sənətçi görürsünüz, öz əmkarı, Cəfər Cabbarlının sənətinə gör, nə cür münasibəti vardı. Sonralar qismət oldu, mən Gənc Tamaşaçılar Teatrında işlədim və orada Cəfərin Yaşar tamaşası yüksək səviyyədə böyük aktyorlarla oynanırdı. Amma ən böyük bayram orada oldu ki, rəhmətli Seyfəddin Davi aydınlığa doğru əsəri yaratdı. Və bu əsərin qəhrəmanları nənənin Şahbikə, onu qismət oldu, Frəngiz xanım oynadı. Sonrasını oynayırdı Zərnişan.
Cəfərin rolunu oynayırdı, Ağaxan oynayırdı. Və orada belə səmimilik yarandı ki, biz dəfələrlə Sona xanım gəldə yığışırdıq. Demək, məclislər olurdu, tamaşa hazırdı. Sonra tamaşa bitəndən sonra bir də yığışırdıq. Mənim yadıma gəlir ki, Mərziyə xanım dəfələrlə söhbətlər eləyirdi ki, demək, Cəfər Cabbarlı yaradıcılıqdan başqa onun ailəsi və Sona xanımı, sonası nə cür mehribanlıq eləyirdi aktyorlarla. Abbas Mirzə Şərifzadə ilə bərk dostluq eləyirdi. Mərziyə xanım bərk dostluq eləyirdi. Bu sözləri qismət oldu, biz özümüz gördük ki, orada, evdə necə qonaqpərvərlik vardı. Azərbaycanlılar düşbərə yeyir, qutab sevir. Həmişə Sona xanım bu qonaqlıqlarda o düşbərəni də qutabı. Bəlkə bir gün yeri deyir, mən deyirəm, amma bu səmimi ürəkdən deyirəm bu qonaqlıqları ki, necə bunlar... Sonrası yoxdur, necə mən varam da, mən həmişə hazırım. Yox, ona görə Qonaq edim. və bütün bu məclislərdə Gülarə xanımdır. Mən çox şaram ki, Cəfər Cabbarlının belə nəvərləri var. Bəhlul buradadır. Buradadır. Ürəkdən ben sevinirəm ki, bunlarla mənə qismət olub, əlaqədə olmuşuq biz. Əziz qızıllar, bir də sizi teatr xadimləri ittifaqı adından, bütün ictimaiyyət adından, teatr sənətçiləri adından ürəkdən təbrik edirik və hamımızla bir yerdə sevinirik. Çox sağ olun. Sözü bu heykel için dəfələrlə Cəlal Qaryağdı şahiddir. Maksim müəllim, Əbil Həsən müəllim, Cabir müəllim dəfələrlə heykelin uğraşdığı yerlərdə olmuşuq. Çox zəhmət çəkmişik. Deməli, əsas zəhmət çəkənlərdən biri də Maksim müəllimdir. O bugün burada iştirak edir. Onun da deməli sözü var. Sözü millət vəkili Maksim müəllimə verirəm. Çox sağ olun. Hörmətli İlkin müəllim, hörmətli Xızıllar. Gözünüz aydın olsun. Təbrik edirəm. Sevinirik. Çox şad oluruq. Cəfər Cabbarlını daim ucaldan Heydər Əliyev. İndi Cəfər Cabbarlının heykəlinin belə bir uca dağda, belə bir ucalıqda qurulmasına sərəncam verib və o sərəncam hazırda yerinə yetirilir. Mənim bəxtim belə gətirib ki, taleyim belə gətirib ki, demək, gənc yaşlarımda orta məktəbdə oxuyarkən hansı bileti çəkmişəmsə ədəbiyyatdan Cəfər Cabbarlıdan imtahan vermək mənim demək bəxtimə düşübdür. Əsasən də ondan mən yaxşı qiymət almışam. Və bir arzum olub ki, kaş Cəfər Cabbarlı anadan olduğu dünyaya gəldiyi torpağa ziyarət eləyəm və həmin ziyarət etməklə mən biləm ki, bu talant harda yaranıbdı. Talih elə gətirdi ki, 90-cı illərdə məni bura göndərdilər, bərbad olmuş kəndləri bərpa eləməyə. Və mən fikirləşdim ki, necə eləyim ki, o dahilərin xatirəsinin yad etmək üçün nə isə bir iş görüm, bir balaca bir zəhmət çəkim. Birinci kommunikasiyalardan başladım, abadlıqlardan başladım və bu Xızı cəmaatının o köməyi ilə alındı. Və sonra Xızı cəmaatının əhval-ruhiyyəsi ilə maraqlandım. Gördüm ki, onlar olduqca Cəfər sevəndilər, müşfiq sevəndilər. Bu torpaq özünün talantlarını hələ tam göstərməyibdi, tanıtmayıbdı. Odur ki, mən bacardığım qədər, indi Vəfadar müəllim dedi, onları elədik və bundan sonra da nə əlimdən gəlirsə onu eləyəcəm. Elçin müəllim bayaq bir fikir söylədi ki, mən yazıram, yaradıram və mən Elçin müəllim sizi əmin edirəm ki, buradan qayıdandan sonra sizin demək olar ki, 2 dəfə, 3 dəfə sizin tempiniz artacaq. Çünki bu hava, bu su, bu təbiət ümumiyyətlə talantlar yaradır. İndi məndən əvvəl çıxış edən orator Cabir Novruz bilirsiniz ki, Xızının yetişdirməsidir. Ondan bütün Azərbaycan fəxr eləyə bilər. Bütün Azərbaycan fəxr eləyə bilər.
Vəfadar müəllim dedi, mən bugün bir nəfəri də mən xatırlamaq istəyirəm. O Allah rəhmət eləsin, Aydın müəllimdir. Cəfər müəllimin oğlu, hansı ki, demək olar ki, hər dəqiqə çalışırdı ki, onun atası qayıtsın, gəlsin, heykəl şəklində heç olmasa öz vətəninə. Demək, biz nə qədər onunla görüşmüşüksə də, nə qədər telefon danışıqlarımız Aydın müəllimlə olubsa da, onun elə bir ki, həsrəti var idi ki, görsün. Ona qismət olmadı. Ona Allah rəhmət eləsin. Mən bir məsələ ilə də özümü xoşbəxt hiss edirəm ki, dəfələrlə onun bizim onunla söhbətimiz olubdur. Elə vaxt olub, həftədə biz 4 dəfə danışmışıq. Və hər dəfə danışanda deyirdi, incimə Maksim müəllim, mən 1-2 gündən sonra zəng eləyəcəm, istəyirəm, öyrənəm, görəm nə işlər görmüşük. Və inanın ki, elə bil ki, məndən hesabat istəyirdi. Mən fəxr eləyirdim ki, oğlu atasının yolunda kim nə iş görmək üçün belə ürəkdən gələn dostundan hesabat istəyir. Bununla mən fəxr eləyirdim. Onun ən yaxın dostu, ən əziz dostlarından biri Cabbar müəllim. Siz böyük talantsız, istedadsız. Sizin əliniz də qızıldır, beyniniz də qızıldır, bəlkə də qızıldan qiymətlidir. Sizin yaradıcılığının bəlkə də deyərdim ki, əvəzi yoxdur. Allah hamımızı həmişə belə sevindirsin. Mən istərdim ki, qızının talantlarının, büstlərinin, heykəllərinin qoyulması bununla başlasın. Çünki çox bizim burada görəsi, talantları tanıdası işlərimiz var. Sağ olun, bir daha göz aydınlığı verirəm, bir daha sevinirəm. Sağ olun. Gülara xanıma verirəm. Çox sağ ol. Ondan yaxşı olar. Hamını mən təbrik edirəm ki, bu heykəlin ətrafına gəlmişsiniz, yığışmışsınız. Hamıya can sağlığı, uzun ömür, Elçin müəllim, sizə can sağlığı, uzun ömür arzulayıram ki, çox zəhmət çəkmişsiniz. Eyni zamanda Elçin müəllimə, Elçin bəyə mən öz minnətdarlığımı hamıya, kim ki burada əziyyət çəkib, hamıya mən öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Əziyyət çəkmişsiniz. Mən heyecanlı çəkmişəm. Ne deyir bu kız deyir şehir? Çatma, qoy qalsın. Anam doğma vətənim sən, ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan, mən bir uşaq, sən bir ana, odur ki bağlıyam sana. Hansı səmtə, hansı yana, ey tutan da yuvam sənsən, elim gülüm, obam sənsən. Bir daha sizin hamınızın adından bizim hürmetli prezidente bugün sefere gedir, büyük bir seferde iştirak edecek. O Türkiye samitinde ona uğurlar dileyek. Bizim hamımızın adından ona can sağlığı arzulayek. Çünkü bu işlerin yazılmasında, bugün Emine Manır'ın burada olmasında hamısına sebepkar bizim hürmetli prezidentti. Hamımız ona çok sağ olun diyek. Hamımız ona Allah'tan can sağlığı arzu eləyək. Hamımız Türkiye'deki seferinden en yaxşı uğurları arzulayaq. Sağ olun siz de. Mübarek olsun. Gidelim. Bir daha.